Yalvarıram yağma yağış, torpaq altda yatanım var. Arzuları, xəyalları ürəyimdə qalanım var. Yalvarıram yağma yağış, ruhum donub cismim deyil. Yağıb ıslatdığın qardaşımdır, özgə deyil. Bu analar, nənələrin həmişə nəvələrə sualıdır ki, böyüyəndə nə olasan? Özünə də səbuş deyirlər. Deyir, səbuş balam, böyüyəndə nə olasın? Deyir, nənə, şəhid. Şəhid sözünü bilməyən bir uşaq. Nə bilir şəhid nə deməkdir? Şəhidi buna demək deyirdiblər də. Səbuh bizim evin son beşiği idi. Amma evin son beşiği deyiləndə hamının ağlına gəlir ki, evin əv-köyünü, amma evin əv-köyünü olmayıbdır. Səbuh balaca vaxtdan böyük kimi olubdur. Səbuh ilə həm bacı qardaş da deyə bilərəm, həm də ki dost olmuşuq. Səbuh mənim uşaqlıq dostumdur. Mən onu itirməklə həm elə uşaqlığımı itirmişəm, uşaqlıq xatirələrimi, uşaqlıq dostumu. Mən onun hamısını demişəm. Mən onun ölümü yuxuda görmüşdüm. Özdə çoxdan, yəni qısa müddətdə. Mən nə varsa bir yuxuda görmüşdüm. Səbuhunu snayperinin güllüyündən gözündən vururlar. İminlə elə görmüşdüm. Həmişə elə bir ki, bu vətən həsrəti məni çox yandırırdı. Həmişə danışırdım. Deyirdi ana mənə torpaq, öz ata-baba yurdundan danış. Babasına deyirdi, babası ona nağıllar eləyirdi. Babası da elə torpaq həsrəti ilə dünyasını dəyişdi. Elə bir ki, bunun da bu düşmənə qarşı nifrəti daha da çoxlaşdı. Biləcərdə boyca yola salanda bayraq çiynindədir, bu cür tutub bayraq çiynində bayraq gəzdirirdi. Bayrağı, vətəni də oradan çox sevən uşaq olur, tədbirlərdə. Səbuhi getdi əsgərliyə, 6 aydan sonra gələndən sonra mən arxayın oldum ki, day ona heç nə olmayacaq da. Elə bilirdim ki, elə evimizdə qalacaq. Day fikirləşməzdim ki, yəni Səbuhi ilə bizim son görüşümüz elə həmin vaxtda təsadüf eləyəcək. Vallahi bilsən, o tərifləmək olması, elə akasa hamısı eləymişik. Belə qorxu, hürkü, nə belə şey bilməmişəm. And içir deyir, Allah and desin qorxu, hürkü bilmirdi deyir. Elə bir ki, bilə bilməmişəm ki, mən o müharibəyə getdiyində hiss eləməmişəm. Amma həmin günü elə belə dolanırdım, heç elə bir ki, yer üzündə yox idim da, bax belə. Axşam tərəfi oktyabrın 8 imamların 40 günü Səbuh şəhid olub. Xalam qızını çağırdım, dedim ki, gəl halva eləyə. Elədi, 7 qapıya öz əlimlə halva paylamışam. Elə o vaxtda mənim qardaşım şəhid oldu. Yəni, özüm bilmədən öz qardaşımın ehsanını vermişəm qonşulara. O demək 70-dən yuxarı 2 dənə, biz o vaxt vзвод deyir, dəsin tabor deyirlər. 70-dən yuxarı, içində də 2 dənə ofisier olmaq şərtindən. Biri mayor olub, o birisini bilmirəm. Bunların hamısını, snayper bunların hamısını uzadır yerə, düzənliyə. İmkan vermir, özü bir neçə snayper işləyir. Özü bir dənə qrantamyot götürmüşdü ermənilərdən, həmən qrantamyot olubdu. Heç kimi heç nə deməkdir, bircə deyib ki, komandir, ya burada hamımız qırılacaq, ya nəyisə eləmək lazımdır. Götürür, oturur dizdə, atır birin. Hərəkətliymiş də, bunu izləyirmiş də. İkinci vurmuşdu. Bizə də ayın 10 xəbər gəldi axşam. Gördüm qapımız bərk döyülür. İşte gündüz hamı bilirmiş, bir dənə bizdən başqa. Qapı bərk döyülür. Çıxdım ki, elə bir daim oğludur. Dedi, Azər evdədir. Elə bir də mən özüm dedim ki, Səbuhya nəysə olub. Zəng gəldi telefonuma. Təzə satmışdım evə. Ki, bəs bacı, Səbuhi. Baxıram ki, evdən qışqırıq səsləri gəlir də telefondan. Bacı, Səbuhi şəhid olub. Elə bunu demişdi ki, özümdən bir ixtiyar edib ki, əlim qolum boşaldı, telefon düşdü əlimdən yerə. Tabutu açdım. Tabutu örtmüşdülər də burada. Açdım, üzünü açdım. Baxıb gözündən vırıldığını göründü, o yuxu gəldi yadıma mənim. Arzu edirdim ki, Allah atam anama uzun ömür versin, qardaşımın toyunu görsün. Mən kəş deyərdim ki, Allah Səbuhya ömür versin, biz onun toyunu görək. O ölümü ilə heç vaxt barışmamışam, heç vaxt da barışmayacam. Mən üçün həmişə əsgərlikdədir. Bir dənə onu deyirəm ki, mərd və igid bir Səbuhi keçdi ömrümüzdən. Yaddaşlarda qaldı, bizim başımızı dik elədi. Azərbaycanda ad qoydu, getdi. Yəni, əsl oğula layiq ad qoydu, vətənpərvər adı qoydu, getdi.
Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Mən onların torpağı qarşısında baş əyirəm. Biz onunla fəxr edirik. Ömrümüzün axırına kimi də fəxr edəcəm. Nə qədər ömrüm var, yaşadacam.